Selamünaleyküm, Yadigar Fit kanalına hoş gəlmisiniz. Bugün sizə siqaretin tərk etməyin yolunu öyrədəcəm. Hazırsa başlayaq. Deməli, siqareti tərk etməyin yolu çəkmə. Zarafat edirəm. Deməli, birincisi siqareti tərk etməyin yolu odur ki, siqareti tərk edəsən, çəkməyəsən. Yəni necə? Bugün sabah tərk edərəm yox. Elə bax, bugün tərk edirsən, bu saat tərk edirsən, atırsan siqareti. Çünki sən sabaha qaldığı ki, siqaret çəkməyəcəm dediyin söz, sabah tərk edərəm dediyin söz, olur sənin 1 il, 2 il, 3 il, 5 il, 10 il, 20 il, 30 il. Ona görə sən indidən siqareti tərk et ki, sən sabah da siqaret çəkmə, o birisi gün də siqaret çəkmə, o birisi gün də çəkmə. Sən indidən başla, bu saatdan başla. Bax, götür siqareti, va. Gördün, tulladın. Qurtardın, bitdi, getdi. Sən indidən başla. Ondan sonra ikincisi, istər gələndə nə eləməlisən? Yəni, siqaret çəkmək istər gələndə nə eləməlisən? Dərindən nəfəs al. Birincisi, tövbə elə, Allah tövbə elə. Namaza qayıt. Xeyir işlər gör, Allah rızası üçün çalış. Namaza qayıt. Çünki namaz pis işlərdən uzaqlaşdırır. Həm də Allah rızası üçün namaz qıl. Başa düşsən, yəni La ilahə illallah Muhammed Rasulullah. Namaz qıl, namaz. Xeyir işlər gör. Ondan sonra sənə deyə bilərəm ki, namaz qıl. Siqareti sabahdan yox, bu gündən at. Ondan sonra bax, mən məsələn çox siqaret çəkirdim həqiqətən. Günə 2 paçka, 3 paçka, hətta belə olur ki, 4 paçka siqaret çəkirdim. Və mən o siqareti tərk etdim Allahın izni ilə. Sən də tərk edə bilərsən. Yəni, istəyirsən günə 5 paçka siqaret çək, 2 gündə nə bilim 1 blok siqaret çək. Yenə də yəni sən o siqareti bir dəfə desən ki, atıram Allahın iznindən atarsan. Sən yəni əsas birinci iradə, sonra ikinci nə bilim dözüm, səbir lazımdır. Əsas səbir. Səbir elə, məsələn, istənəsə ilk vaxtlar əsəb gəlir adama ki, ayda mən nəsə hər gün çəkirsən axı, vərdiş eləmirsən, çəkirsən, atırsan, çəkirsən, atırsan, çəkirsən. Dörd şeydən adam arıqlayır, pis günə qalır, çox pis olur. Başa düşdünüzmü uşaqlar? Ona görə siqaret çalıb buraxın, tərk edin, yaxşı olacaq inşallah. Kanala abunə olub, like atmağı unutmayın. Davamlı videolar gələcək inşallah. Siqareti də tərk edin, siqareti də atın. Buraxın ki, sizə də daha xeyirli olsun. Kanala abunə olub, like atmağı unutmayın. Sağ olun, var.